Evin qabağından avtomat tapıldı. Xəbəri necə baş tuta bilər? Dünyada güllələrin havada uçuşduğu bir vaxtda qardaş, Counter-Strike'ın köhnə xəritəsini Bakıya kim atıb xəbərimiz yoxdur. Bugün nəhayət ki, əlimdə yaxşı xəbərdən gəlmişəm. Amma bu yaxşı xəbəri sizə sonda deyəcəm. Hələ ki, gündəmdə trenddə olan hadisələrə toxunacağım. Dünən bildiyiniz kimi Uşaqlar Bayramı idi. Cəmaət əsl uşaqlardan çox oturub durduğu yaxın uşaqları təbrik edirdi. Bulvarda əlində şarla qaçan həmyaşıdımı görəndə başa düşdüm ki, bizim içimizdəki uşaq heç vaxt ölmür. Uşaqlar qalmışdı qıraqda, yekə-yekə adamlar uşaq kimi hərəkətlər eləyirdi. Tək ki, sevinə bilmək bacarığımızı itirməyək. Bayramın fərqi yoxdur. Amma dünən bütün hadisələr bayram kimi keçməyib. Dünən bir nəfərin maşınından bir avtomat və 5 ədəd patron tapılıb. Axtarış zamanı həmin adamın evinin qabağından da silah tapılıb. Bundan əlavə başqa bir paytaxt sakini bir avtomat, 2 ədəd patron darağı və 22 patronu polisə özü könüllü təhvil verib. Qardaş, Counter-Strike'ın köhnə xəritəsini Bakıya kim atıb xəbərimiz yoxdur. Bəlkə PUBG-nin yeni real xəritəsi Bakıdır, biz bilmirik. Evin qabağından avtomat tapıldı. Xəbəri necə baş tuta bilər? Dünyada güllələrin havada uçuşduğu bir vaxtda bizdə belə hadisələr görəndə adam ürkür. Dünən elə Rusiyada 5 hərbi hava limanı vurulub. Artıq o müharibənin müddəti 2-ci Dünya müharibəsini ötməyə başlayıb. Dünyanın səbri tükəndi, bunların hərbi ehtiyatı tükənmədi. Bizim gündəmimizdə belə şeylərin olmaması bu müharibələrin bizə təsir eləmədiyi anlamına gəlmir. Amma yaxşı ki, bizim problemlərimiz bu mövzuda deyil. Bizim problemimizə bax. Dünən birinci qrupların imtahanında sualın biri səhv olub. Texniki səhvə görə həmin sualın cavabı bütün tələbələrin xeyrinə hesablanıb. Bunlar özlərinin güc bəla ilə tərtib elədiyi sualdan şagirdlərin keçməsini gözləyirlər. Bu sizə adi gəlməsin. Onu həll eləməyə çalışan abituriyent nə qədər vaxt itirir. Cavabı tapa bilmədiyinə dair fikri qalır orada. Ehtimal vermir ki, sual səhv ola bilər. Özünün nə isə gözdən qaçırdığını düşünüb təkrar qayıdır ora. Ona görə də sualın şagirdlərin xeyrinə hesablanması bütün yaraları sağaltmır. Orada digər suallara ayrılacaq zaman itirilib. Eybi yox, güllələrin göydə uçuşduğu vaxtda tək ki, problemimiz bu olsun. Yerdə avtomat tapılma xəbərindənsə, təhsildə olan texniki səhv yaxşıdır. Avtomatla öz şadlıqlarını qeyd edən insanlar var bu dünyada. O gün PSG tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Onun qeyd olunma mərasimini göstərəcəm sizə. Görəcəksiniz nədən danışıram. Interi finalda 5-0 məğlub eləyən Paris İtalyanların göz yaşına baxmayıb. Bax ay Inter, finalı belə maraqsız eləyəcəydinsə, Barselonanı faulla, qapalı oyunla niyə kənarlaşdırırdın? Bəlkə Paris finalda Barselonanı da udardı. Amma ən azından maraqlı oyun izləyərdik də. Hə, bu fransızlar bilirsiniz qələbəni necə qeyd eləyib. Görüntülərə baxın. Deməli 2 nəfər ölüb, 200-dən çox insan yaralanıb. 560 nəfər də həbs olunub. Bax, belə eləyirsiniz deyə illərdir qalib ola bilmirsiniz də. Bunlar hələ udublara, gör udsalar nələr eləyərlər. Sevinməyin də bir ölçüsü var, mədəniyyəti var. Argentina dünya çempionu olanda bütün şəhər küçəyə axışmışdı. Tərpənməyə yer yox idi, amma hamı da sağ-salamat evinə qayıtdı. Deməli, Cənubi Amerikada olan mədəniyyət Avropanın ortasında yerləşən Parisdə gözə dəymirmiş. Ona qalanda mini futbol üzrə millimiz də dünya çempionu olub. Elə əvvəldə dediyim yaxşı xəbər də bu idi. Dünən finalda Macaristanı məğlub eləyən millimiz planetin ən güclü mini futbol komandası seçilib. Biz bu qələbəni qeyd eləyəndə xırda qarışqa belə ziyan görməyib. Halbuki biz çempionluqlara daha çox acıq, nəinki fransızlar. Hətta bizi Lionel Messi də təbrik eləyib. Amma doğrudan da qürur verici an idi. Həm o yarışa göstərilən maraq, həm də oyunçularımızın keyfiyyət fərqi. Alim Cəfərin sözü olmasın. Stadionu 1 metrə uzada oynasaq, 7-8 ilə böyük futbolda da çempionluqlar gələ bilər. Ən pis günümüz dünənki günün axşamı kimi keçsin. Sağlıqla qalın.